Əslində ailədə həkim yoxdur. Ziyalı ailəsində doğulmuşam. Atam İnşaat Universitetini bitirib, anam müəllimi olub. Deyim ki, əvvəldən uşaqlıqdan həkim olacam düşünmüşəm, yox. Həkimlik sahəsinə gəlməm sırf bir təsadüf olub. Hər şey 7-ci sinifdə oxuyanda dəyişdi. Atamın dayısı oğlunu və məni Bakıda yerləşən kimya-biologiya təmayülinə oxumağa göndərməyə qərar verib. Mənim də məsləhətləşəndə ki, bəs Bakıya oxumağa getmək istəyirsən ya yox, kimya-biologiya üzrə oxuyursansa, təbii ki, ora tibb universitetinə hazırlayırsan, sonra həkim olacaqsan. Sən həkim olmaq istəyirsən ya yox, heç düşünmədən dərhal cavab verdim ki, elə mən uşaqlıqdan həkim olmaq istəyirəm. Amma əslində fikrim həkim olmaq yox, Bakıya oxumağa gəlmək idi. Təmayüldə oxuyan zaman yataqxanada qaldıq. Yataqxana həyatı, indi qalanlar bilir, çox fərqli bir həyatdır. Belə bir maraqlı epizod yadıma düşdü. Təzə gəlmişik yataqxanaya. Gələn hamı da 7-ci sinifi qurtarmış uşaqlar. Hamı ev üçün darıxır, hamı ağlamaq istəyir, otaqda ağlaya bilmirik və hamı gedib ayaq yolunda ağlayır. Ayaq yolunda bir növbə yaranır. Gedib qapını döyürük ki, çıx, sənin vaxtın doldu, mənim vaxtımdır. Belə bir maraqlı hadisələr olurdu. Mənim həkimliyə həvəsim, həkimlik həyatım oradan başladı. İlk bir neçə ayda artıq özümdə fikir formalaşdırdım ki, mən stomatologiyanı seçəcəm. Uşaqlıqdan həmişə düşünürdüm ki, mənim öz işim, öz sahəm, öz biznesim olacaq. Həkimlik sahəsində də düşündüm ki, yalnız stomatoloq olaraq öz klinikamı aça bilərəm, öz işimi qura bilərəm. Başqa sahələrdə bu biraz daha çətin olacaq. Və beləliklə 11-ci sinifi bitirib Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə daxil oldum. Universitetdə artıq 2-ci kursdan müəllimlərin yanına gedirdim. 4 nömrəli Tibb Universitetinin 4 nömrəli stomatoloji kafedrası var. Orada müəllimlərin yanına gedirdim ki, baxım, öyrənim, həvəsim çox idi deyə. 2008-ci ildə hal-hazırda da birlikdə çalışdığım Rövşən doktorla tanış oldum. Və o mənə təklif elədi ki, gəl mənim yanımda tələbə kimi, mən əlimdən gələn nə varsa sənə öyrədim. Eyni vaxtda da universitetdə təhsilim davam eləyirdi. Universitetdəki müəllimlərimə, əməyi keçən hər kəsə hər zaman mən təşəkkürümü bildirirəm. Amma təbii bununla yetinmək məncə azdır. Universiteti bitirdikdən sonra dünyanın 30-dan çox ölkəsində 50-dən çox konferansda, beynəlxalq konferansda iştirak eləmişəm. Həkim hər zaman öz üzərində işləyib, hər zaman yenilikləri izləməlidir. İlk xəstəm tələbə vaxtı müəllimlər bəzən pasiyentləri verirdi ki, plomb qoy, kanal müalicəsi elə. Həyəcan açığı düzünü desəm olmayıb. Sanki stomatoloq doğulmuşam kimi gəlib mənə, çünki qəti həyəcanım olmayıb. Pasiyentlərlə münasibət, maraqlı hadisələr çox olur. Hər pasiyentə fərqli insan kimi yanaşırsan, standart deyirlər. Məsələn, təzə başlamışdıq işləməyə. Bir uşaq pasiyent var idi, 10 yaşında bir uşaq idi. Buna iynə vurub, bir süd dişi vardı, onu çıxarmalıydım. Mən deyirəm, aç ağzını, iynə vururam, uşaq deyir, yox, açmıyor. Axırı uşaq dedi ki, and iç, ağrıtmayacaq iynə, mən ağzımı açım. Mən dedim, yaxşı, dedi, atam canı ağrıtmayacaq, mən də açım, dedim, yaxşı, atam canı ağrıtmayacaq, aç ağzını, iynə vurum. And içdim, uşaq da ağzını açdı, gəldim uşağa çatanda iynəni vurum. Birdən uşaq ağzını bağladı, dayan, düzün de görüm, atan ölüb, sağdı. Hamı belə dayanıb şok oldu ki, bu uşaq nə fikirləşir? İnsan orqanizmində xəstəliklər çox olduğu kimi, stomatologiyada da bugün yetəri qədər çoxlu xəstəliklərlə qarşılaşırıq. Bugün gələn pasiyentlərin yarısından çoxu dişlərin kariyesi və diş əti xəstəliklərlə müraciət edirlər. Məsələn, bizim Qəbələ, Şəki, Qax-Zaqatala bölgəsində yod çatışmamazlığı var. Bununla bağlı elmi araşdırmalar var. O bölgələrdə diş problemləri daha çox olur. O bölgələrin insanları daha erkən diş itirməsi ilə bağlı müraciətlər edirlər. Vaxtında tapılan problem daha asan həll olunur, nəinki ağırlaşmış bir problem. Vaxtında müraciət etsələr, dişlərini itirmədən daha yüngül problemlə həll oluna bilər, amma gecikmiş halda daha böyük problemlər ortaya çıxır. Qorxmaq deməyək, səhlənkarlıq deyək, bəlkə də biraz da maddiyyata bağlayaq məsələni. Bəzən pasiyentlər gəlir, sonra maddiyyata görə bir dişini düzəltdirir, gəlmir. Biz də düz əlimizdən gələni eləyirik, amma təbii ki, hər şeyi eləyə bilmirik. Bunlar da olur. Amma mənim fikrimdə yenə pasiyent gəlir, ağrısı kəsən kimi gəlmir. Səhlənkarlıq məncə. 15 ildir artıq stomatoloq kimi fəaliyyət göstərirəm. 10 il, 15 il bundan öncə
vaxt yazdıran pasiyentlərin yarısı yazılmış vaxtında gəlmirdi. Amma bu gün 80-90% yazılmış vaxtında gəlir. Məncə məsuliyyət sanki biraz artıb. Əvvəllə müqayisədə bəli, biraz məsuliyyət artıb məncə. Bu gün mənim özümün gördüyüm əsas işim dental implantologiya və ortopedik stomatologiyadır. Pasiyentlərin öz sahəm üzrə dediyim kimi əsas istəkləri implantologiyadır. Fəsadlarına gəlincə implantologiyanın düzgün görülən işdə heç bir fəsad olmaz. Təbii ki, bu tibdir. Tibdə olan fəsadlar, ümumi tibdə olan fəsadlar burada da var. Hər zaman hər bir fəsad ola bilər. Amma lokal olaraq götürəndə implant qorxuludur, xərçəng yaradır. Bunlar hamısı şayədir, başqa bir şey deyil. Ortopedik stomatologiyaya gəlincə isə körpülərin qoyulması, düzgün qoyulan körpülərdə, düzgün qoyulan işlərdə ciddi bir fəsadlarla qarşılaşmırıq. Müştəri məmnuniyyətinə gəldikdə isə təbii ki, müştəri məmnuniyyəti olmasaydı, yəqin ki, bugün bu yerdə olmazdıq. Hər işin çətini də olur, asanı da olur. Mübarizə aparıb qazanmağı sevən biriyəm, hər şeyin ötəsindən gəlməyə çalışıram. Təbii ki, mənim də məsləhətləşdiyim kimlərsə var, kiminləsə nəylərisə konsiliuma çıxarıb məsləhətləşirik, bölüşürük. Bəzən olur, hansısa bir case olur, hansısa bir pasiyentlərdə vəziyyətlər olur, kimlərləsə bir konsiliuma çıxarıb məsləhətləşirik, fikir mübadiləsi aparırıq, ortaq bir məxrəcə gəlirik pasiyentlə də birlikdə. Bu təbii ki, bu şeylər olur. Eləmək istəmədiyim pasiyentlər olub bəzən, nə istədiyini bilməyən pasiyentlər olur bəzən ki, pasiyentdən soruşursan, o da daha çox ortopedik stomatologiyada sizə nə istəyirsiniz, nə edək, pasiyent nə istədiyini bilmir. O zaman anlaşılmazlıq olur və mən özüm istəmirəm o pasiyentlə işləmək ki, çünki sonda bilirəm problem olacaq o pasiyentlə. Peşəkar deyilsənsə, təbii ki, pul olmayacaq. Mənim üçün pul ikinci dərəcəlidir. Yəni, mən indiyə qədər heç vaxt reklamdan pasiyent cəlb eləməmişəm özümə. Bizim dildə, belə deyək, həkimlər arası birincili xəstə deyilir. Məsələn, birincili xəstə qəbul etmirəm, çünki ona vaxt olmur. Həmişə mənim pasiyentlərim mənə pasiyent göndərir. Mənə görə həkimin ən gözəl reklamı öz pasiyentləridir. Bu sahəni seçəcək gənclərə tövsiyələrim, bu sahəni istəyirlərsə seçmələrini tövsiyə edərəm. Necə ki, mənim öz bacım da bu sahəni seçib, indi mənim bir qızım, bir oğlum var. Onlar da bu sahəni seçməyə qərarlıdır. Yəni, tövsiyə edirəm, amma dediyim kimi, necə ki, mən vaxtında pulu düşünmədən seçmişəm, pulu düşünmədən seçməlidirlər, sənətlərini sevərək seçməlidirlər. Pul ondan sonra zaten özü gələcək. Və ən əsası, həkimdirlərsə mütləq və mütləq daim özlərini inkişaf elətdirməlidirlər. Yəni, artıq mən hər şeyi bilirəm, kim deyirsə, o heç nəyi bilmir, mənim fikrimcə. Tələbələrə gəlincə, tələbələrimiz təbii ki, olur. Necə vaxtında mənə kömək olunub, mən də əlimdən gələn hər zaman köməyi hər kəsə etməyə hazıram, edirəm də. İnsan sevdiyi işlə məşğul olmalıdır. Bu işi sevmirsə, zaten o işlə məşğul ola bilməz. Ürəyini qoymasan, peşəkar ola bilməzsən. Bir insan peşəkar və ya sənətkarsa, hər hansı sahə olur olsun, mütləq o işi ürəyini qoyur. Mən heç vaxt nəyəsə net olaraq olmayacaq deməyi sevmirəm, amma bu işdən yorulmağı hələ ki düşünmürəm. Yəqin ki, yorulmaram. İndi nə vaxtsa nəsə bir şey olarsa, fövqəladə bir şey olarsa deyə bilmərəm, amma sevirəmsə niyə yorulum? Bu gün bu klinikadayam, pasiyentlərimizi sevirik, əlimizdən gələn hər şeyi onlar üçün edirik. Bizim bir loqomuz var, sağlam gülüş pasiyentlərimizə yaraşır.